Salam, bugün sizden danışacağıq gül kələmi haqqında və gül kələminin insan orqanizminə olan faydaları haqqında danışacağıq. Deməli, gül kələmi hər kəsə əl çatan bir tərəvəz növüdür və bütün marketlərdə, bazarlarda rahatçılıqla əldə etmək olar. Tərkibi A vitamini ilə zəngindir, hansı ki bizim görməyimizə, gözlərimizə çox gözəl təsir edir. Tərkibində B qrup vitamin var, hansı ki bizim sinir sistemimizə çox gözəl təsir edir. Tərkibində C vitamini var, hansı ki immun sistemimizi güclü saxlayır. Tərkibində D vitamini var, hansı ki bizə hava, su kimi lazımdır. Bugünkü gün D vitamini əksikliyindən çox adam əziyyət çəkir. Tərkibində Y vitamini var, hansı ki qocalığı ləngidir, dərimizi gözəlləşdirir. Tərkibində K vitamini var, U vitamini var, hansı ki yaraları surətlə sağaldır. Tərkibində kalium var, kalsium var, maqnezium var, dəmir var, mis var, sink var, fosfor var tərkibində. Şəkər xəstələrinə gül kələmindən istifadə etmək olduqca faydalıdır, şəkərimizi stabildə saxlayır. Yüksək təzyiqdən əziyyət çəkən insanlara çox gözəl təsir edir, təzyiqimizi stabildə saxlayır, ürəyimizi qoruyur, ürəyimizin işini yaxşılaşdırır. Mədədə xora varsa, 12 barmaq bağırsağın xorası varsa, qastrit, qızartı, səpki, eroziya varsa, bu kimi şikayətlərdə olduqca faydalıdır. 12 barmaq bağırsağın xorasını da müalicə edir, qastriti də müalicə edir, eroziyanı da müalicə edir. Həzimsizlik varsa həzimsizliyi aradan götürür, qəbizliyi aradan götürür, qəbizi çox gözəl təsir edir. Sonra qan azlığına çox gözəl təsir edir. Qan azlığını aradan qaldırır və qanın tərkibini yaxşılaşdırır, xolesterin səviyyəsini salır. Sonra tərkibi çox güclü antioksidantlarla zəngindir, xərçənglə çox gözəl mübarizə aparmağı bacarır və dəri xərçəngindən qoruyur, iltihab əleyhinə çox gözəl təsir edir, sidik yolları xərçəngindən də qoruyur. Sonra mədə-altı vəzə çox yaxşı təsir edir, öd yollarına çox gözəl təsir edir. Deməli, bunun da istifadə qaydası necədir? Hətta deyərdim ki, gül kələmini çalışıb körpə uşaqlara da vermək lazımdır. Məsələn, 9 ayından sonra artıq uşaqlara şorbalar veririk. Həmin uşaqların bu şorbalarına gül kələmindən, brokolidən əlavə edib uşaqlara körpəlikdən öyrəşdirməliyik ki, bu kimi tərəvəzləri yesinlər, sevsinlər deyə. Deməli, bunun istifadə qaydası necədir? Deməli, əgər bizdə mədə-bağırsaq problemi varsa, 12 barmaq bağırsağın xorası varsa, bu kimi şikayətlərdə biz necə edirik? 750 ml suyu qoyuruq qaynamağa, qıraqda da gül kələmi götürürük 400 qram və gül kələmini doğrayırıq. Bunun hansı ki kötü yeri var, onları atmağa lazım deyil, onları da doğramağa lazımdır. Bunu yaxşı-yaxşı doğrayırıq və təmiz-təmiz bunu yumaq lazımdır və bir müddət qoyuruq qalır, heç olmasa 1 saat qoyuruq suda qalır. Mən sirkəli suda biraz saxlayıram. 1 saat qalır suda və bunu qıraqda hansı ki qoyduğumuz su var, 750 ml su. O qaynadıqdan sonra həmin bu gül kələmlərini götürüb oraya əlavə edirik. Və 5 dəqiqə vam odda qaynamalıdır. Qaynadıqdan sonra 5 dəqiqənin tamamında qazın altını bağlayırıq, qapağı da bağlı qoyuruq, bir kənarda qalır, biraz dəm alır. Və bu ilıq olduqdan sonra götürüb bundan 1 stakan səhər, 1 stakan axşam bunun suyundan içirik. Yeməkdən sonra öncə, yəni fərq etmir. Əsas odur ki, gündə 2 dəfə bunun suyu içilməlidir. Amma 14 gün müddətində içilməlidir. 14 gün içirik, 1 ay fasilə veririk, təzədən yenə 14 gün içməliyik. Bunu 3 dəfə belə təkrar edirik. Sonra şəkərimiz varsa, bunu hansı formada istifadə edib edəcək? Heç olmasa həftədə 2 dəfə, 3 dəfə də olsa rasionumuza gül kələmindən istifadə etmək məsləhətdir. Şorbasını da istifadə etsək təsir eləyəcək, qızartmasını da istifadə etsək çox gözəl təsir eləyəcək. Bunu qaynadıb suda yesək, hətta suyunu da belə içsək, bu hallarda da çox gözəl təsir eləyəcək. Təzyiq xəstələri də yəni eyni qaydada. Uşaqlarımıza da yenə şorbalar eləyəndə heç olmasa bir 50 qram, 100 qram gül kələmindən götürüb əlavə eləmək məsləhətdir. Çalışın, sağlam qalın, sağlamlığınıza diqqət edin. Allah bütün xəstələrə şəfa versin. Amin.